Bu kısa videonu çekmek məcburiyyətindəyəm. Dünənləri də mən Cabir rəhmətə gedəndə şeir paylaşmışdım. Birincisi, Cabir İmanov sağ olanda hər kəs öz pretenziyasını bildirə bilərdi. Publik adam idi, insanların arasında idi, insan kütlələrindən qaçıb gizlənmirdi, insanlara sevinç bəxş elirdi. Xırdalığına kimi getməyəcəm. O şablon da olsa söyləyəcəm ki, qara güruhçulardan bir insan kimi, bir Azərbaycan vətəndaşı kimi xahiş eləyirəm ki, o insanın əzizləri, övladları qalıb. O haqda dünyadan köçmüş insan haqqında, insanlıq xətrinə, Azərbaycan vətəndaşı olduğunuz üçün, övladlarınız olduğu üçün artıq əksik heçinə danışmayın. Bu insan rəhmətə getdiyi haqq dünyasındadır. Necə yadda qaldığı YouTube'da açıb yüzlərlə videolarına baxa bilərsiniz, intervyularına baxa bilərsiniz. Bu qədər. Yenə dönə-dönə xahiş eləyirəm ki, dünyadan köçmüş insan haqqında öz övladlarınız, aileniz, əzizləriniz varsa, artıq əksik heç nə danışmayın. Özünüzə və özünüzkilərə hörmət əlaməti olaraq. Siz də bir gün dünyadan köçəcəksiniz. Sizin haqqınızda da heç kim artıq əksik heç nə danışmasın. Bu qədər.